İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını təkəbbürlə oyan bu yana çevirir ki, insanları Allahın yolundan saptırsın. O, bu dünyada rüsvay olacaq, qiyamət günü isə biz ona cəhənnəm məşəqqətini nəsib edəcəyik. Ona deyiləcəkdir: bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir. İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qaydar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur. Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O, nə pis köməkçi, nə pis yoldaşdır. Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər. Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy evinin tavanına bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üssün və görsün ki, onun bu hiləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi?